Salam, məhlullar mövzusunun izahına başlayaq. Demək, burada şəkil görürsüz. Şəkildə nə var? Həlledici, yəni su və xörək duzu həll olan. Demək, həll olan maddə və həlledicidən ibarət olan bir cinsli homogen sistem məhlul adlanır. Həll olan maddə və həlledici. Mütləq hər ikisi olmalıdır. Həll olan maddənin miqdarından asılı olaraq məhlulların bir neçə növü var. Bunlar hansılar? Birinci, doymamış məhlul. Sabit temperaturda həll olan maddənin yenidən müəyyən miqdarının həll ola biləcəyi məhlul doymamış məhlul adlanır. Yəni, misal üçün, həmin o məhlulda həlledici və həll olan maddə var və ona biraz da həll olan maddə əlavə eləyə bilərik. Demək ki, bu məhlul doymamış məhluldur. Doymuş məhlul. Sabit temperaturda həll olan maddənin yenidən müəyyən miqdarının həll ola bilmədiyi məhlul doymuş məhluldur. Burada isə artıq həlledici və həll olan var. Yenidən ora həmin o maddədən əlavə etmək mümkün deyil sabit temperaturda. İfrat doymuş məhlul. Doymuş məhlulu qızdırıb əlavə maddə həll edərək temperaturu ilkin vəziyyətə gətirdikdə alınan məhlul isə ifrat doymuş məhlul adlanır. Doymuş məhlulu qızdırıb əlavə maddə həll edərək temperaturu ilkin vəziyyətə gətirdikdə alınan məhlul isə ifrat doymuş məhlul adlanır. Yəni burada biraz qızdırırlar və üzərinə biraz da maddə əlavə edirlər, tam doyur. Buna deyirlər ifrat doymuş məhlul. Yəni sanki sən doyubsan, amma yenə də nəsə yeyirsən də qarnın partlayır, belə deyək. İfrat doymuş məhlul. Maddələrin həll olma qabiliyyəti həll olma əmsalı ilə xarakterizə olunur. Müəyyən temperaturda 1 litr, yəni 1000 ml həlledicidə, həlledici kimi əsasən burada su istifadə olunur. Həll olan maddənin maksimum kütləsinə verilmiş temperaturda maddənin həll olma əmsalı deyilir. Bu düsturla biz bunu qeyd eləyə bilərik. Deməli, həll olma əmsalı K həll olma bərabərdir. M həll olan maddə bölünsün V həlledici vurulsun 1000. Vahidi isə qram bölünsün litr. Həll olma əmsalı doymuş məhlula əsasən hesablanır. Yəni, həll olma əmsalı 200 qram litr olan məhlul o deməkdir ki, müəyyən temperaturda 1000 ml suda maksimum 200 qram maddə həll ola bilər. İndi burada bizim izahlı tapşırıqlarımız var. Bunları qeyd eləyəndə, bunları izah eləyəndə daha yaxşı başa düşəcəyik. Müəyyən temperaturda 160 qram suda 40 qram duz həll edərək doymuş məhlul hazırlanır. Duzun həmin temperaturda həll olma əmsalını müəyyən edin. İndi gəlin bunun izahına baxaq. Demək, burada həll olan maddəmiz 40 qramdır. Su isə 160 qramdır. Yəni həll edicimiz. K həll olma nəyə bərabərdir? K həll olma bərabərdir. Həll olan maddə bölünsün həlledici və vurulsun 1000-ə. Düsturda yerinə qoyuruq və tapırıq ki, bu maddənin həll olma əmsalı 250 qrama bərabərdir. Bunu biz tənasüblə də eləyə bilərik. Bu nə deməkdir? Əgər 160 qram suda, həlledicidə 40 qram maddə həll olubdursa, biz dedik ki, həll olma əmsalı 1000 ml suya görə hesablanır. Bəs onda 1000 qram suda nə qədər maddə həll olar? Və tənasübü həll edirik. 1000-i vururuq 40-a, bölürük 160-a. Eyni şeydir. Gəlir alınır 250 qram. Burada diqqət eləmək lazımdır ki, həll olan maddə 1000-in üzərinə gəlir. Yəni 1000-in içində deyil. Ona görə də misal üçün biz burada dedik 160 qramda 40 qram duz həll olundu. Burada biz 160-ın içində 40-ı götürmürük. 160 qram həll edicidir, 40 da həll olan maddədir.
Minə nəzərən götürəndə də min həll edicidir. X də orada həll olan maddədir. Buna nəzərən biz hesablayırıq. Baxaq. Növbəti izahlı tapşırığımız. Deyir ki, müəyyən temperaturda həll olma əmsalı 250 olan, qram bölünsün litr olan duzun 75 qramından həmin temperaturda neçə qram doymuş məhlul hazırlamaq olar? Yenə də burada düsturda yerinə qoyub hesablaya bilərik. Demək, həll olan maddəmiz 75 qramdır, həll olma əmsalı isə 250 qramdır. Biz burada nəyi tapmalıyıq ki, burada həll edici nə qədərdir? Burada həll olma əmsalını veribdir. Düsturda ona nəzərən yerinə qoyacaq. Demək, həll olan maddəmiz neçədir? 75-dir. Və biz düsturda bilirdik ki, K həll olma əmsalı bərabərdir. Həll olan maddə bölünsün V həll edici. Onda V həll edici nəyə bərabər olacaqdır? V həll edici də bərabər olacaqdır. M həll olan maddə bölünsün K həll olma əmsalı. Və yerinə qoyanda 75-i bölürük 250-yə, vururuq 1000-ə, alınır cavabımız 300. Və sonra bizdən nə soruşur? Deyir ki, həmin temperaturda neçə qram doymuş məhlul hazırlamaq olar? Məhlulun ümumi çəkisini bilməliyik. 300 qram burada həll edici sudursa da, 75 qram da bizim həll olan maddəmiz var idi. 300-ün üzərinə 75-i gəldik və alındı 375 qram. İndi baxaq bunu tənasüblə necə həll eləmək olar. Tənasüblə həll eləyəndə isə həll olma əmsalı 250-dir. Deməli, 250-nin də üzərinə 1000 gəlirik. Olur 1250. Cəmi 1250 qram ümumi məhlulun çəkisi olacaqdır. Həll olma əmsalı 250-dirsə də. Ona görə deyirik 250 qram maddəmiz 1250 qram məhlulun tərkibindədirsə də, bəs 75 qram maddəmiz nə qədər məhlulun tərkibindədir? Bu zaman elə birbaşa tapırıq ki, məhlulun çəkisi nə qədərdir və 375 burada cavab tapıldı. Suda yaxşı həll olan maddələrin, misal üçün natrium OH, HNO3, yəni nitrat turşusu, kalium xlor, şəkər, xörək duzu və s. Onların doymuş məhlulları, qatı, suda az həll olan maddələri, məsəl üçün kalsium SO4, maqnezium OH. Bunların isə doymuş məhlulları duru olur, yəni az həll olur. Müəyyən amillərin təsirindən maddələrin həll olma əmsalı dəyişə də bilər. Misal üçün, bərk maddələrin suda həll olması endotermik proses olduğundan temperaturu artıranda onların suda həll olması arta bilər. Qazların suda həll olması isə ekzotermik prosesdir. Temperaturu artıranda onların suda həll olması azala bilər. Ona görə də bu qrafiki yadımızda saxlayaq. Deməli, temperatur artdıqca bərk maddələrin həll olması artır, qaz halında olan maddələrin isə həll olması azalır. Təzyiq bərk maddələrin suda həll olmasına təsir etmir. Təzyiqi artıranda qazların suda həll olma əmsalı isə artır. Azalanda isə azalır. Qazlı içkilərdə qapağın açılması zamanı qazın sürətlə çıxması təzyiqin azalması ilə bağlıdır. Demək, qrafiklə baxsaq, deməli, qaz halında olan maddələrdə təzyiqi artıranda həll olma əmsalı artır. Bərk maddələrdə isə həll olmaya təsir etmir təzyiq. Beləliklə, biz məhlullarla bağlı həm izahlı tapşırığa baxdıq, həm də bunu aydınlaşdırdıq ki, bərk maddələrdə və yaxud da qaz halında olan maddələrdə onlara təzyiqdir, temperaturdur, necə təsir edir.